Real TV-də zəhmətkeşlərin verilişinə baxırsınız. Fermerin real dostu efirdədir. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Verilişimiz davam edir. Fermerin real dostuna baxırsınız. Mən bir daha salamlayıram fermerlərimizi və tamaşaçıları. Çox maraqlı, həm də aktual bir mövzudan danışacağıq. Toxumun sertifikatlaşdırılması və yaxud da sertifikatlı toxum. Bu nədir? Bunun faydaları nədən ibarətdir? Bax, bu mövzunu bugünkü verilişimizdə Fermerin Real Dostunda sizə təqdim edəcəyik. Maraqlı həm söhbətim var. Böyük məmnuniyyətlə vaxt itirmədən onu sizə təqdim etmək istəyirəm. Aqrar Xidmətlər Agentliyinin Dövlət Toxum Nəzarəti və Qeydiyyatı Şöbəsi Müdürü Fikrət Feyziyev bizimlə bərabərdir. Fikrət müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Dəvətinizə görə təşəkkür edirəm. Hörmətli fermerlərimizi, tamaşaçıları biz də salamlayırıq. Çox sağ olun. Fikrət müəllim, artıq toxumların qeyd etdiyim kimi sertifikatlaşma prosesinə başlanılıb. Ümumiyyətlə, baxın, gəlin söhbətimizə buradan başlayaq ki, sertifikatlı toxum nədir və bunun üstünlükləri nədən ibarətdir? Təşəkkür edirəm. Çox bir vaxtında və aktual bir mövzuya toxunuruq. Çünki artıq biz növbəti əkin ilinə hazırlaşırıq və əkin prosesi varsa toxumun çox böyük əhəmiyyəti vardır. Toxum məlum olduğu kimi strateji bir sahədir. Ərzaq təhlükəsizliyində çox ciddi bir faydası vardır. Torpaqdan yüksək məhsul almağın yollarından biri, daha doğrusu səbəblərindən biri toxumdur və hansı toxum ki, o yüksək keyfiyyətə malik olmalıdır. Hər şey toxumdan başlayır. Hər şey toxumdan başlayır. Toxum, belə deyək də, daha sadə desək, ərzaq təhlükəsizliyinin təməlidir. Yəni, bu cümlə özlüyündə böyük bir fikri və məzmunu ifadə edir. Toxum sertifikatlaşması nədir? Sizin sualınıza cavab tapmaqdan ötürü biz toxum sertifikatlaşması prosesinə nəzər yetirməliyik. Çox böyük bir prosesdən biz danışırıq. Ta ki, toxumun əkildiyi gündən, biçili məhsul ambara yığıldığı gündən dövrə qədər o bütün proseslərin nəzarətindən gedir. Demək olar ki, bu proses hamısı izlənilən bir prosesdir. Toxumluq əkin bəyan olunur. Toxumluq əkin sertifikatlaşması çərçivəsində sahədə baxılır. Bəyan olunan toxumun isə mənşəyi bilinən toxumlar olmalıdır. Onlar hansı ki, hansı sorta mənsubluğu, harada istehsal olduğu, kim tərəfindən istehsal olunduğu bilinməlidir. Bu sertifikatlaşmanın əsas tələblərindən biridir. Ondan sonra sahə baxışları olur. Sahə baxışlara biz aprobasiya deyirik. Toxum istehsalçısının əkdiyi toxum sahədə qiymətləndirilir. Sortluq keyfiyyəti müəyyənləşdirilir. Yalnız Azərbaycan Respublikasının dövlət standartında göstərilmiş toxumluq sahəyə dair olan tələblərində cavab verən demək əkinlər aprobasiya olunur və qəbul olunur. Yəni orada toxumluq sahə kimi qəbul olunmur da, belə deyək. Əlbəttə, toxum sertifikatlaşmasının mahiyyəti ondan ibarətdir. Yəni toxum hansı toxum olduğu bilinməlidir. Kim tərəfindən istifadə olunduğu bilməlidir, onun sertifikatı olmalıdır. Ondan sonra bu toxumluq sahə kimi bəyan oluna bilir. Toxumluq sahə kimi sahədə qiymətləndirilir. Sort öz təsdiqini tapdığı halda, eyni zamanda sort təmiz olduğu halda demək toxumluq sahə kimi qəbul olunur və növbəti mərhələyə keçir. Bir neçə mərhələdən biz danışırıq. O mərhələlərdən digəri toxumun partiyalaşdırılması, etiketləşdirilməsidir. Hansı ki, o etiketləşdirmədə toxum haqqında bütün məlumatlar etiketin üzərində olmalıdır ki, informasiya alıcı, toxum istifadəçisi o məlumatı oxuya bilsin. Ambar baxışları olur partiyalarda və tələblərə cavab verən yenə də nümunələr götürülür, laborator analizlərə cəlb olunur. Yeri gəlmişkən biz o kadrları görürük hal-hazırda. Bəli, toxum analizi məsələləri laboratoriyada analiz olunur, müvafiq dövlət standartına. Nə analiz olunur laboratoriyada? Yəni toxumun nəyini yoxlayırsınız? Demək, bu iki mərhələdə olur. Bir, sortluq keyfiyyəti sahədə müəyyənləşdirilir. Səpin keyfiyyəti laboratoriyada yoxlanılır. Yəni, toxumun yüksək cücərmə qabiliyyəti yoxlanılır, cücərmə faizi yoxlanılır, cücərmə enerjisi yoxlanılır, təmizliyi yoxlanılır burada, mexaniki qarışıqlardan, bioloji qarışıqlardan və s. xəstəliklərə yoluxması, davamlılığı, yoluxması müəyyənləşdirilir, yoxlanılır. Yalnız standarta uyğun cavab verdiyi halda o toxum sertifikatlaşdırıla bilir. Bəs məhsuldarlıq? Məhsuldarlıq sahə məsələsidir və gördüyünüz kimi böyük bir prosesdən keçən, müxtəlif mərhələlərdə standartlara cavab verən
toxum artıq toxum statusuna gələ bilir. Toxum statusuna gəlmək nə deməkdir? Yəni dövlət artıq bütün o proseslərə nəzarət etdi, yoxladı. Toxum demək uyğun olduğu halda, keyfiyyətə cavab verdiyi halda ona dövlət zəmanəti olaraq sertifikat verilir. Bəli. Bu çox vacibdir. Bəli, bəli. Məsələn, ona görə də onun əhəmiyyəti var. Yəni bax bunun əhəmiyyətini bir 2-3 cümlə ilə necə ifadə edə bilər ki, sertifikatlı toxum niyə əhəmiyyətlidir? Yaxşı, sualımızın davamı kimi çox yaxşı bir sualdır. Sertifikatlı toxum niyə əhəmiyyətlidir sualına gəldikdə isə sertifikatlı toxum ona görə əhəmiyyətlidir ki, sort təmizliyi vardır. Yəni konkret olaraq hansı sorta mənsubluq göstərilir. İkinci məsələ cücərmə enerjisi yüksəkdir standarta cavab verən. Üçüncü cavab cücərmə faizi yüksəkdir. Dördüncü cavab xəstəliklərdən azaddır. Və bayaq dediyiniz məsələ məhsuldarlıq. Yalnız bu göstəricilərə cavab verən toxumlar sahədə özünü yaxşı göstərir. Niyə görə? Çünki eyni vaxtda cücərir. Eyni vaxtda cücərmə o deməkdir ki, bitkilərin vegetativ inkişafı eyni vaxtda gedir. O deməkdir ki, bitki eyni vaxtda qidalanır, eyni vaxtda suyu götürür və gətirib çıxarır eyni vaxtda yetişməyə. Və eyni vaxtda yığılma prosesidir və bu özlüyündə keyfiyyətlidir. Eyni zamanda bu keyfiyyətlər özlüyündə məhsul artımı da deməkdir. Təbii ki, məhsul artımı mürəkkəb bir prosesdir, yüksək məhsul, amma orada əsas faktorlardan biri toxumdur. Və sertifikatlı toxumda bu məsələlərə zəmanət verir. Yəni sertifikatlı toxumun əhəmiyyəti dedikdə bu əsas faktorları biz nəzərə almalıyıq. Əks halda biz yüksək məhsul almağa zəmanət verə bilmərik, götürə bilmərik. Fikrət müəllim, çox gözəl izah elədiniz bütün məqamları. Mənim digər sualım daha çox toxum istehsalçılarıyla bağlıdır. Bax, mənə maraqlıdır ki, toxum istehsalçısı üçün dövlət tərəfindən və konkret sizin qurumunuz tərəfindən hansı tələblər mövcuddur və kimlər toxum istehsal eləyə bilərlər? Mən bu suala görə də sizə çox dərin təşəkkürümü bildirirəm. Çünki bizim qurumun əsas vəzifələrindən biri, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət Agentliyinin əsas vəzifələrindən biri toxum istehsalçılarının qeydiyyatdan keçirilməsidir, dövlət registrinə daxil edilməsidir. Bu, təbii ki, bütün dünyada olduğu kimi ölkəmizdə də bu müvafiq qaydalarla tənzimlənir. Toxum istehsalçılarının dövlət registrinə daxil edilməsi üçün, bir sözlə toxumçu olmaq istəyənlərin şəhadətnamələrin, araçların verilməsi üçün Nazirlər Kabinetinin nömrəli qərarı vardır. Bu, kim ki toxumçu olmaq istəyir, bu qərarın tələblərinə uyğun attestasiya olunur və bununla bağlı Aqrar Xidmətlər Agentliyində müvafiq komissiya vardır, attestasiya komissiyası vardır, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərindən ibarət və ora daxil olmuş müraciətlər qiymətləndirilir. Daha konkret desək ki, kim toxumçu olmaq istəyən nə etməlidir? Bununla bağlı çox da çətin olmayan tələblər mövcuddur. Birincisi, təbii ki, istehsal yeri olmalıdır. Yəni, toxumçu olmaq istəyən biz təşviq edirik daima ki, toxumçularımız sayı artsın. Hal-hazırda dövlət reyestrində 300-ə yaxın toxumçu kimi fəaliyyət göstərən qeydiyyatdan keçirib dövlət reyestrində və bunun 200-dən artığı taxıl toxumçuluğu ilə məşğul olmaq üçün qeydiyyatdan keçiblər. Toxumçu olmaq istəyənin torpaq sahəsi olmalıdır. Birinci növbədə torpaq sahəsi olmalıdır. Çünki harada əkib biçildiyi məlum olmalıdır. Vacib faktorlardan biridir. Yüksək münbitliyə malik torpaq sahəsi olmalıdır. Çünki torpaq güclü olduqda yaxşı toxum yetişdirmək mümkündür. Bu, müxtəlif bitki qrupları üçün müxtəlif miqdarda, həcmdə sahə tələb olunur. Məsəl üçün, taxıl bitkiləri üçün bu 50 hektardır, kartof bitkisi üçün 5 hektardır. Varmı bir tələblər, minimum, maksimum? Minimum tələblər taxıl bitkisi üçün bəli göstərilir. Nazirlər Kabinetinin qərarında 50 hektardır. 1 hektar tinçliklə məşğul olmaq üçündür, kartof toxumçuluğu üçün 5 hektar və beləliklə artıq bu tipli tələblər vardır. Digər əsas məsələ təbii ki, toxumçuluq əkinçiliyin bir üst səviyyəsidir. Maddi texniki bazası olmalıdır. Həmin o toxumçuluq növünə uyğun olaraq əkə biləcək, biçə biləcək, qulluq edə biləcək texnikalar olmalıdır maddi texniki bazasında. Digər tərəfdən o sahəyə qulluq edə biləcək aqronomla əməkdaşlığı olmalıdır. Və bu əsas tələbləri ödəyən şəxslər ən əsası həvəsi olmalıdır. Toxumçuluğa, bəli, bu həm də bu işi bacarmalıdır və sevməlidir. Bu işi bacarmalıdır və sevməlidir. Çox müqəddəs bir peşədir. Ərzaq təhlükəsində vacibdir. Bizim xarici ölkədə toxumçuluq olaraq xarici ölkədən asılılığımızı azaldan bir peşədir və o sevgi əsasında həyata keçirilməlidir və bütün bu tələblər demək ödənildiyi halda müraciət edir, sənədlərini təqdim edir
monitorinq olur, attestasiya komissiyasına baxılır və uyğundursa tam şəffaf şəkildə dövlət reyestrinə daxil edilir və dövlət tərəfindən bütün, eyni zamanda qurumumuz tərəfindən bütün o dəstəklər onlara göstərilir ki, toxum istehsalı davamlı olsun, daimi olsun və onlar da yeri gəlmişkən həm də bunun tək mənəvi tərəfi yoxdur, həm də maddi tərəfi var. Təbii ki, digər əkinçilərdən onlar daha çox maliyyə əldə edə bilirlər. Subsidiya alırlar. İstər bazar tələbatı daha yüksək olur sertifikatlı toxumların, istərsə də dövlət dəstəyi də toxumlar üçün mövcuddur. Bir sözlə sadaladıqlarınızdan belə qənaətə gəlmək olar ki, hər adam toxumçu ola bilməz. Bunun bəlli bir tələbləri, şərtləri var. Eyni zamanda buna çox ciddi nəzarət var, düzdürmü? Tamamilə razıyam. Bilirsiniz, bu qanunla tənzimlənir. Toxumçuluq haqqında qanunun 24-cü maddəsinə əsasən ölkədə yalnız uyğunluq və fitosanitar sertifikatı olan toxumlar ticarət dövrəsinə daxil edilə bilər. Əks halda toxum statusunda deyil və toxum statusunda olmayan məhsulun hər hansı əkilməsi o toxumun cücərməsinə mənfi təsir göstərə bilər, xəstəliklərə davamsız olduğunu göstərə bilər və s. Onu əkənin belə deyək, maddi ziyan dəymiş ola bilər. Yəni dövlət zəmanəti olan sertifikatlı toxumların əkilməsi daha faydalıdır. Məqsədə uyğundur. Bu tövsiyə olunur və təbii ki, bu tövsiyə olunur və izlənilir və qanunla da tənzimlənir və tələb olunur. Çünki bəzən üzr istəyirəm Fikrət müəllim, bizim fermerlərimiz də indi baxırlar, əminəm ki, mən bu sözü deyəndə deyəcəklər ki, doğrudur. Biz fermerin real dostuyuq, ona görə hər zaman insanların, fermerlərin arasında oluruq və dəfələrlə müraciət edirlər ki, bax, gedir toxumu alırıq, əkirik, amma bitmir. Təəssüf ki, bazara dırnaq arası toxum satışıyla məşğul olan insanların da məhsulları necəsə hansısa bir yollarla gəlib düşür. Bəzən yox, sertifikatlı toxumlarda belə bir şey ola bilməz. Amma sertifikatlı olmayan toxumlarda təəssüf ki, belə hallarla qarşılaşırıq və nəticədə həm torpaq resurslarımız, belə deyək də, israf olunur, məhv olur, belə deyək. Eyni zamanda fermer bəlli bir miqdarda pul xərcləyir, sadə dildə desək. İllərini, vaxtını, ömrünü, gününü sərf edir, amma nəticədə əkdiyi o toxum bitmir və fayda götürmür. Nə qədər itki ilə, nə qədər zərərlə qarşılaşır, təəssüf ki, düzdürmü? Belə yəqin ki, halların qarşısını alırsınız. Tamamilə yerində vurğuladınız bu məsələyi. Bəlkə də onlarla il ərzində belə müraciət olunur və dövlət, Toxumçuluğa Dövlət Nəzarət Orqanı kimi təbii ki, birbaşa sizin əslində birbaşa Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətlərində olan bir məsələdir və araşdırdıqda məlum olur ki, o toxumlar mənşəyi bilinmir, sertifikatı yoxdur, hardan gətirildiyi bilinmir, hardan əldə olunduğu bilinmir və belə olan halda kömək etmək imkanları da zəifləyir. Bax, elə sertifikatlı toxumun əhəmiyyəti oradan yaranır. Orada bir dövlət zəmanəti məsələsi var. Ki, mən zəmanət verirəm ki, dəyərli fermer, bu sertifikatlı toxumsa, bunun sənədləri varsa, bunu əkin. Bu keyfiyyətə, tələblərinə cavab verir, standarta cavab verir. Əkin və bildiyiniz toxumu əkin. Çünki o sertifikatın elə mahiyyəti ondan ibarət ki, bu toxum hansı toxumdur, adı nədir və keyfiyyətləri nədir? Hər biri və yeri gəlmişkən mən onu deyim, sertifikatlı toxum biz fermerlər özləri də izləyə bilir onu. Hal-hazırda bir neçə ildə Aqrar Xidmətlər Agentliyi tərəfindən tətbiq olunur o texnologiya, izlənmə texnologiyası. Bütün sertifikatlaşmış toxumların kisələrində QR kodlar vardır, etiketlər vardır. Etiketləri oxutmaqla sertifikat haqqında bütün məlumatları əldə edə bilirlər. Harda istehsal olunub, hansı rayonda istehsal olunub, kim tərəfindən istehsal olunub, sortu nədir, reproduksiyası nədir, hansı dərmanlarla dərmanlanmayıb. Yəni bir toxumun keyfiyyətinin izlənilə bilməsi üçün bütün məlumatlar orada vardır. Şəxsiyyət vəsiqəsi də belə deyil. Şəxsiyyət vəsiqəsi. Sadə dildə desək, toxumun bütün keçmişi, hər şeyi var orada. Hər şeyi var və elə indi bizə elektron kənd informasiya, elektron kənd təsərrüfatı informasiya sistemi bu izlənmə imkanını yaradıb. Toxum bəyan olunduqdan ta ki laborator analizlərə qədər, sertifikatlaşa qədər bütün hamısı elektron izlənilir və izlənmə mümkündür. Bu özü həm şəffaflığı yaradır, həm də keyfiyyətinə zəmanət verən bir prosesdir. Yeni qoşulanları salamlayırıq, maraqlı bir mövzudan danışırıq. Sertifikatlı toxum və onun fermerlər üçün faydaları. Bugünkü mövzumuz budur və biz hal-hazırda
maraqlı bir qonağımla Aqrar Xidmətlər Agentliyinin Dövlət Toxum Nəzarəti və Qeydiyyatı Şöbəsinin müdiri Fikrət Feyziyevlə həm söhbəti. Mən özüm də maraqlı məlumatları, yeni informasiyaları özüm üçün kəşf edirəm. Fikrət müəllim, sizə buna görə təşəkkür edirəm və əminəm ki, fermerlər və ümumiyyətlə fermerlərdən başqa da tamaşaçılar üçün də bu mövzu maraqlıdır. Burada ərzaq təhlükəsizliyi məsələsi də var. Bizim qidamızın tərkibinin, hətta masalarımıza, süfrələrimizə gələn bütün məhsullar hamısı o toxumdan gəlir. Bu çox önəmli məsələdir. Belə bir sualım var, Fikrət müəllim. Toxumların zonalaşdırılması məsələsi. Yəni, misal üçün, hər toxuma hər yerdə əkmək olmaz da, düzdür. İstər taxıl toxumçuluğu olsun, istər digər tərəvəz toxumçuluğu və s. və l. Məsələn, o necə tənzimlənir? Bunlar o QR kodda dediyiniz o sertifikatlı toxumun o sertifikatında yazılırmı? Yenə də hər sual verdikcə bu fikri ifadə edirəm. Yenə də çox vacib bir məqama toxundunuz. Hamısı bir-birinə əlaqəli olan məsələdir. Çünki birini deməsək, yaxşı deyirsiniz bu məsələyə toxunursunuz. Yəni, üzr istəyirəm, elə toxum var ki, misal üçün o Qobustanda çox yaxşı məhsul verir. Amma aparıb Cəlilabadda əksə onu fermer, həmin zonanın, yəni belə deyək, coğrafiyasına, təbiətinə, torpağına və s. və l. uyğunlaşmaya bilər və nəticədə məhsuldarlıq aşağı ola bilər. Fermer bundan ziyan çəkə bilər. Biz bayaq attestasiya komissiyasından danışdıq, hamıcı toxumçu olmaq istəyənlər ora müraciət edir, dövlət reyestrindən daxildir. Eyni zamanda bir dənə də dövlət reyestri var ki, hansı ki, ölkədə istifadəsinə icazə verilmiş bitkilərin demək dövlət reyestri aparır. İstər ölkədə daxilində yaradılmış, istər xaricdən gələn bitkilər regionlaşdırma məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan dövlət sort sınaq məntəqələrində əkilir. Dövlət sort sınaq məntəqələrində çox maraqlıdır. Əgər kim ki yeni bitki yaratdı və yaxud xaricdən gətirmək istəyir ölkədə, onun ilk şərtlərindən biri ölkədə müvafiq ərazilərdə, ölkənin müvafiq torpaq iqlim şəraitinə uyğun yaradılmış sort sınaq məntəqələrində sınağa aparılmalıdır. Sınağa aparılır. Əgər o sort ölkənin iqliminə, torpaq iqlim göstəricilərinə cavab verirsə, eyni zamanda kənd təsərrüfatı əhəmiyyəti vardırsa, yəni həm məhsuldarlığı ilə, həm məhsulun keyfiyyəti ilə və həmin sortdursa, təbii ki, iddia olunan sortdursa, ondan sonra ölkədə istifadəsinə icazə verilir. Yəni, necə deyirlər, sort sınaqdan üzaq çıxmalıdır. Sort sınaqdan üzaq çıxmalıdır və yalnız bayaq danışdığımız məsələ sertifikatlaşan toxumlar da həmin o dövlət reyestrində olan bitkilərdən əkilməlidir. Demək, dövlət nəzarəti də budur. Ölkədə istifadə olunmuş sortlar, daha doğrusu istifadəsinə icazə verilmiş sortlar olmalıdır və həmin sortlardan çoxaldılaraq reproduksiya olunan. Bəli, çoxaldılaraq sertifikatlaşdırıla bilər. Yəni gördüyünüz kimi bütün hallarda dövlətin zəmanəti var. Bir, həmin o sortlar ölkədə əkilmək üçün yararlıdır, sınaqdan keçib. İki də demək bu toxum sertifikatlaşdırıla və keyfiyyətlidir. Yəni bir-birini tamamlayan bir proseslərdən ibarətdir. Çox vacib məqama toxundunuz rayonlaşdırma, o da əsas şərtlərdən biridir. Bilirsiniz, bizim ölkəmiz həm suvarma şəraitində istifadə olunan əraziləri vardır, eyni zamanda dəmiyə ərazilərində istifadə olunan ərazilər vardır. Buna müvafiq olaraq seleksiyaçının məqsədindən asılı olaraq proqramlar müəyyənləşdirir. Dəmiyə əkinçiliyi üçün, suvarma əkinçiliyi üçün və bu da həmin o dövlət reyestrində öz əksini tapır. Hər hansı bir sort harada əkilə bilər, həmin orada qeyd olunur. Təbii ki, dəmiyədə verdiyi o, belə deyək də, məhsuldarlıqla suvarma altında olan məhsuldarlıq eyni ola bilməz. Eyni ola bilməz. O toxumların da növləri məhz ona görə formalaşdırılır və ona hazır. Tamamilə razıyam və fermerdə o məsələlər həmişə diqqətdə saxlamalıdır. Çox vacibdir bu. Torpağını da tanımalıdır, ora atacaq bitkinin toxumunu da tanımalıdır. Yeri gəlmişkən, Fikrət müəllim, çox maraqlıdır. Ölkəmizdə yerli sortlarla xarici sortların belə deyək də, rəqabəti necədir, vəziyyət nə yerdədir? Yerli sortlar daha çox əkilir fermerlər tərəfindən, yoxsa xarici sortlar və səbəb nədir? İstənilən halda bu suala nəzəri cavabla başlayaq. Praktik olaraq mən çalışım cavablandırım. Ümumiyyətlə, toxumçu və yaxud hər hansı bir əkinçi təbiidir ki, çalışır ki, torpağından yüksək məhsul götürsün. Bunun üçün daima araşdırmalıdır. İstər yerli, istər xarici sortları daima araşdırır ki, yaxşı məhsulu alsın, yaxşı toxumu getsin, alsın və yüksək məhsul əldə eləsin. Bu, təbiidir ki, dünyada seleksiya elmi də inkişaf edib, təbiidir, yüksək məhsuldarlıq sortlar da vardır. Bunun üçün institutlar da fəaliyyət göstərir. Bunun üçün institutlar da fəaliyyət göstərilir. Azərbaycanda da həmçinin. Eyni zamanda ölkəmizdə də daima bu yeni sortlar yaradılır və s. Amma
müsbət və mənfi cəhətləri təbii ki vardır. Əgər sual mənə ünvanlanmış olsa bir mütəxəssis kimi deyə bilərəm ki, çünki mənim əlimdə statistik datalar vardır. Mən özüm yerləşmiş olsam yerli toxumlara üstünlük verərəm. Niyə görə? Bunun bir neçə üstünlüyü var. Məsələn, Bilirsiniz, hər şey torpaq iqlim şəraitinə uyğunlaşır. Oranın xəstəlikləri də ora uyğundur və təbii ki, yerli seleksiya olunmuş məhsullar o xəstəliklərə davamlıdır. Bu aqronomiyada çox vacib bir məsələdir. Bitki yeni yaradılan sort xəstəliyə davamlıdır. Və o deməkdir ki, bizim yerli sortların xəstəliyə davamlılığı yüksəkdir. Digər tərəfdən torpaq iqlim şəraitinə uyğundur. Bu da çox vacib məsələlərdən biridir. Xaricdə yaradılmış sort yüksək məhsuldar ola bilər, potensial məhsuldarlığı yüksək ola bilər, amma bizim yerli şəraitə uyğun olmaya bilər. Bax, elə praktik hissəyə keçsək, bizim əlimizdə olan statistika onu sübut edir. Toxumçuluq sahəsində olan son 2-3 ilin mən statistikasına baxanda orta məhsuldarlığın heç də xarici sortların yerli sortlardan üstün olmadığını görürük. Hardasa başa-baş, bəzən isə daha aşağı olur. Yerli sortlar daha üstündür. Yerli sortlar daha üstündür. Çünki bir ənənə var da, illərdir, əsrlərdir. Tamamilə razıyam. İllərdir, əsrlərdir. Seleksiyonerlərimiz onu yerli şəraiti nəzərə alaraq seleksiya işlərini aparırlar və demək o bitkilər inkişaf elətdirir. Həm də həmin o bitkilər ki, yerli şəraitə uyğun aparılır və təbii ki, o özünü artıq məhsuldarlıqda göstərir. Eyni zamanda torpaq iqlim şəraitinin də faktoru vardır. Siz yüksək məhsuldar, potensial məhsuldarlığı yüksək olan bir məhsul götürə bilərsiniz, amma bunun yerli şəraiti o potensial məhsuldarlığı üzə çıxmasına imkan verməyə bilər. Yəni bir çox faktorlar vardır. Amma bunun digər bir mənəvi tərəfi də vardır. Mənəvi tərəfi də odur ki, toxum strateji məhsuldur. Hər bir ölkə toxum təhlükəsizliyini təmin etməlidir. Yerli toxumçuluğu inkişaf etməlidir ki, xarici toxumçuluqdan asılılıq azalsın. Bunun da əsas, ona görə də biz fermerlərimizə daima tövsiyə edirik, yerli toxumlara üstünlük versin və bu da özlüyündə yerli toxumçuluğun, yerli seleksiya işlərinin inkişafına gətirib çıxacaq. Çünki nə qədər tələb varsa, o qədər inkişaf var deməkdir. Həm praktika, nəzəri praktika, həm praktiki təcrübəmiz onu sübut edir, həm belə deyək də milli hisslərimiz onu göstərir ki, biz yerli toxumçuluğa tələbatı artırmalıyıq, toxumçulara və toxumlara etibar eləməliyik ki, demək, toxum təminatımız təmin olunsun. Minnətdaram. Elə bax, bu pozitiv notlarla da, bu müsbət fikirlərlə də, Fikrət müəllim, verilişimizi yekunlaşdırmaq istəyirəm. Çox sağ olun ki, gəldiniz, çox maraqlı bir neçə məqama toxundunuz. Fermerlərimizə də əminəm ki, faydalı oldu bu söhbətimiz. Sizə və ümumiyyətlə bu sahədə çalışan peşəkar əməkdaşlara, sizlə çiyin-çiyinə çalışan bütün, necə deyirlər, komandaya təşəkkür edirik və uğurlar arzuluyuruq. Dəvətinizə görə təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Hörmətli fermerlər, əziz zəhmətkeşlər, toxum hər şeydir. Toxumdan başlayır hər şey. Təsərrüfatda, əkinçilikdə xüsusən çalışan və bir əlavəsində birbaşa bu işdə olan insanlar bunu məndən də yaxşı bilirlər, əminəm. Mənim isə bildiyim odur ki, fermerlərin maarifləndirilməsi, bu istiqamətdə daim məlumatlandırılması çox vacibdir ki, biz də fermerin real dostu olaraq bunu etməyə çalışırıq. Gələn həftə eyni vaxtda, eyni televiziyada fermerin real dostunda yenidən görüşəcəyik. Hələlik.